Biz bilmirəm, hara gedirik, nə tər gedirik, belə getməz. Bu belə getməməlidir. Mən xalqımızı qatmağa dəvət edirəm. Bıçaq sümüyə dirənibdir. Şəhərdə də bəzi yerlərdə mitinglər gedir. Bəzi yerlərdə insanlar bezirlər. Nə qədər dubinka yeməliyik biz? Niyə olmalıdır ki? Mən öz sözümü deyə bilməməkdən ötürü mən dubinka yeməliyəm. Məni basıb ayaqlamalıdırlar. Tutub basmalıdırlar türmələrə. Mən nə istəyirəm ki? Mən başqa şey istəmirəm. Mənə qismət olacaq şeyi mənə qaytarın, mənim millətimə qaytarın. Vəssalam, mən başqa davam, şavam, heç bir şeyim yoxdur. Niyə ərəb gəlib burada kef məclisləri eləyir? Şəxsən bu ailənin hesabına. Pis vəziyyətə düşüb millətimiz. Ərəbin bizim nəyimiz, oralar nədən bizdən artıq olsun? Bizim nəyimiz əksik tərəflərdən? Heç nəyimiz əksik deyil. Torpaqlarımız münbit. 11 iqlimin 9-u Azərbaycanda. Burada prosto atla, elə belə atla toxum özü bitir. Niyə eləyə bilmirik? Xalq, mən çağırıram xalqımı. Qoşulun, qalxın. Belə getməməlidir, belə olmalıdır ölü. Nə qədər belə olacaq bu? Mən çox danışmaq istəmirəm. Həyəcan basır, həm hirs basır. Çünki yuxarı baxırsan deyir, nədir, aşağı baxırsan nədir? Məhdəl qalmalı işləyib, biz elə bil yatmışıq. Qış yuxusundayıq bunu, nə bilim mən. Nətər, yaxşı ki bizim bu parlamentimiz var. Biz harada deyə bilərik bəs sözümüzü, nə vaxt deməliydik? Mən bu qədər, sağ olun. Çox sağ olun Fariz bəy. Tamamilə haqlısınız. Yəni ki, insanları bu qədər saymaq olmaz, dövlətin sərvətini bu qədər talamaq olmaz. İnsanlara sən bu qədər qiymət vermirsən, ona nə uşaq pulu verirsən, nə sosial təminat verirsən, nə iş yer açsan, şirkətləri gətirirsən bura, Türkiyə şirkəti olsa da, nə olsun ki, qardaş dövlətdir, onları işlədirsən burada, korrupsiya yol verirsən, pulları mənimsəyirsən, şirkətləri adından keçirə pul yumaqla məşğulsan, hansı ki, qaziyə orada qeyd edilirlər, 80 manat verirsən, yəni, utanıb yerə girmək lazımdır, belə bir əməllərə görə. Əgər vicdanın varsa, vicdanı oyanmalıdır. Yəni, bunu tam eləmək üçün tam vicdansız, namərd, nə bilim, millətin düşməni olmalısan ki, belə bir hərəkətlər eləyəsən. Hörmətli istədi, bircə dəqiqə icazə verin, bağışlayın sözü kəsdim.